Binəqədi rayonunda avtomobildən xüsusilə külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə iyunun 4-ü Binəqədi rayonu ərazisində BYD markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min Amerika Birləşmiş Ştatları dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməliyyat törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, Əfsan Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə Samir Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin güya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər. Külli miqdarda dollar, 100 min, 120 min dollar məbləğində pulla qayıtdıqlarını bilirdim və bunu da dostumla bölüşmüşdüm. Dostuma məlumat vermişdim ki, biz artıq düşmüşük. Təxminən 1-2-3 saat ərzindən sonra biz həmin birinci ünvanda olacaq. O da həmin vaxtda orada bizi gözləyirdi. Maşını tərk etdikdən sonra özü gəlib pulları götürmüşdü. Daha sonradan maşında 120 min dollar olduğunu bildik. Faktla bağlı Binəqədi rayon polis idarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.